Hamıya salamlar, mən Birləşbər Həsənov. Bugünkü mövzumuz kloroz xəstəliyidir. Xoş izləmələr. Bugünkü mövzumuz kloroz xəstəliyidir. Əgər sizin də bitkilərin yarpaqları saralır, ancaq yaşıl damarlanmalar əmələ gəlirsə, böyük ehtimal bitkinizdə kloroz xəstəliyi var. Bu xəstəlik əsas olaraq dəmir çatışmamazlığından yaranır. Bu da o deməkdir ki, ya torpağınızda dəmir həddən artıq çox azdır, ya da mənimsənə biləcək halda deyil, bloklanmış şəkillərdə torpaqdır və bitki onu qəbul edə bilmir. Bunun qarşısını almaq üçün əsas olaraq torpaq analizi verərək hansı elementlərin əksik olduğunu torpaqda təyin olunmalı və düzgün və proqramlı şəkildə gübrələməklə bunlar aradan qaldırılmalıdır. Bundan əlavə ola bilər ki, torpağınızda bütün elementlər tam lazımı qədər ola bilər, ancaq pH səviyyəsi ya yuxarı, ya aşağı ola bilər neytraldan. Bu zamanda mənimsənilmə yavaşlayır və bloklanma yaranır. Bunun qarşısını almaq üçün də hümik-fulvik asid kimi torpaq tənzimləyicilər, nitrik asid, hümik-fulvik asid kimi torpaq tənzimləyicilər istifadə olunaraq pH neytrallaşdırılıb bitki besin elementlərinin mənimsənilməsi yaxşılaşdırıla bilər.